Növbəti görək nə gəldi bizə. Belə bir qutudur. Mən burada çox güman ki bilirəm nədir. Şüşə olmalıdır. Şüşə belə banıçkalar, chia puding eləmək üçün. Amma belə səs gəldi. Belə bir qırılıb. Görək nətər gəlib. Belə. Belə 2 dənə banıçkadır. Deməli. Belə. Lazımdır buralar. Belə gəlir. Buradakı qaşığı da belə qırağından qoyursunuz. Qapağı da var. Qapağı da hər şeydə belə İşte təmizləyərik buraları, sonra neyimi var. Belə bağlanır. Çox gözəl. Çox qəşəng 2 dənə bundan almışam. Həm də qaşığı da yanındadır. Puding eləyəndən sonra axşamdan qoyursunuz. İlk dəfə denəyəcəm, yəni ilk dəfə eləyəcəm o pudingi. Çox faydalı bir şeydir. Həm dəriyə, həm kollagen, həm də kletçatka. Yəni gün ərzində biz az yeyirik onlardan. Ona görə çox yaxşı. Növbəti. Görə nə var növbəti? Aha. Növbəti isə lash lift. Deməli, gözlərim yox, kirpiklərimi laminasiya eləmək istəyirəm evdə. Çünki çox da belə çətin bir prosedur deyil. Sadəcə olaraq əlimdə yoxdur lazım olan şeylər. Ona görə aldım ki, yoxluyum, görüm necə olacaq. Bunun deməli reviewları çox idi və çox da yaxşı idi. Sonra şəkillərdə nəticələr də var idi. O nəticələrə baxdım, gördüm ki, həqiqətən də hamısı toz oldu üstüm. Ümid edirəm məni bağışlayarsınız. Belə. Buna görə lash lift. İçində hər şey olmalıdır lash lifting üçün. Həm də ki, qaş liftingi də eləmək, yəni qaş laminasiyası da eləmək olur. Çünki eyni materiallardan istifadə olunur. Burada isə yazılıb hansını birinci, ikinci, üçüncü və s. istifadə etmək lazımdır. Sonra burada lash lift tools. Bu mənə maraqlıdır ki, burada nədir? Əsas odur, öncədən allergiyaya yoxlayasınız ki, allergiyavız var ya yox. Çünki allergiyavız varsa, yəni belə ehtiyatla hər şey eləyəsiniz. Çünki bu bədənə zərər vura bilərdi. Belə bir şotuçkalarda. Sonra burada da ben çok güman deyirəm ki, patchdır. Gözlə eye patch. Bunlardan bir neçə dənədir və şotuçkalardan. Çox yaxşı, çox da gözəl hər şey upakovka olunub.